Hər vaxtınız xeyir olsun. Bugün hazırlamışam Gülxanım üzbəki mətbəxidir. Əsl qış yeməyidir. Mən bugün hinduşka ətindən hazırlamışam. 500 qram ətə 2 soğan getir, kök və kartoşka. Duz üstüyot vururuq, qarışdırırıq. İç hazırdır. Həmişə qabaqcadan hazırlayıram və soğuduyucuya qoyuram. İndi xəmir. Burada məndə 700 qram vardısa, onda 1 çay qaşığı duz, 250-300 qram su və bitki yağı. Xəmiri doğrayırıq 2 ya da 4 gündəyə. Açırıq və belə lentlərə doğrayırıq. Eni 10 sm. İçi qoyuruq belə ortaya və pükürük. İndi videoda göstərəcəm, belə pükürük. Sonra rulet şəklində, belə görürsünüz, pükürük rulet şəklində. Gül kimi alınır. Hamısını belə. İndi hazırlayıram mantı şnitsadan, mantı qabından. Yağla sürtürük və qoyuruq pişməyə. 45 dəqiqə pişir üstünü qapağına örtüb. Mantılar hazırdır, Gülxanım hazırdır. Çox dadlıdır. Sarımsaqlı qatıyla yemək olar, pomidorla soğan qızartmaq üstünə vurmaq olar, ya da adi belə yağla. Mən göyərti söpmüşəm. Siz də hazırlayın, nuş olsun.